ayaqlar üstündə durmaq istəyən adamlara idi. Yəni də konkret həyatda çox nailiyyətləri olmayan adamlar siyahısıdır. 18-24. Yəni çox adam orada sadəcə pul itirir. İnsanlar düzdür, boş bekarlar otururlar, baxırlar, linki bizə klikləyirlər, amma alışa gələndə adamlar almırlar. Mən də boş yerə bunlara pul xərclədiyimə görə artıq onlara reklam eləməkdən imtina eləmişəm. Onlara heç vaxt target eləmirəm. 25-34, 35-44 ən ideal yaş aralardır. İstəsəniz bunu eləyə bilərsiniz. Ya da ki, istəsəniz bunların dördünü də doldurub reklam verdikdən sonra hansı yaxşıdırsa o datalara uyğun dataları daha da balacalaşdırıb yəni də bu auditoriyanı məsələn 7 milyon deyil hal-hazırda. Sabahsı gün mən bu görəcəm ki 55-lərdən xeyir yoxdur, 45-54-dən xeyir yoxdur, 35-44-dən xeyir yoxdur. Eləyib bunları belə bu cür balacalaşdıracağam. Mən 25-34 və 35-44-ü həmişə öz idealım kimi görürəm. Yəni satış eləyə bildiyim yaş aralıqları bunlardır əsasən. Genderdə cinsiyyətlərdir, male, female, yəni fərqi yoxdur. Mənim məhsulum elədir ki, iki cinsiyyətə də uyğundur gedir. Siz də ikisini də istifadə edə bilərsiniz. Ondan sonra isə buna heç nə eləməyin, all olaraq qala bilər. Audience da odur ki, sizin əgər nə qədər əlinizdə yığdığınız datalar varsa, buradan dataları əlavə edə bilərsiniz, lookalike eləyə bilərsiniz, custom eləyə bilərsiniz. Amma əgər əlinizdə data yoxdursa, elədiyimi təkrar eləyə bilərsiniz. Məsələn, burada deyək ki, reklam qoymusunuz. Include nədir? Yəni siz o datalardan yığmısınız ki, fikirləşirsiniz ki, bu dataları bura include eləyin. Bu reklam eləyəndə, yəni bu adamlar da reklam eləyin. Amma reklam eləmisiniz, 18-24-lərdən görmüsünüz xeyir yoxdur. Onu da buradan exclude eləyirsiniz ki, həmin adamlara göstərməməm reklamı. Yalandan pul xərcləyirik. Belə. Məndə hələ ki data yoxdur deyə heç birini bura əlavə eləməyəcəm. Çünki sizlə bir yerdə hər şeyi sıfırdan göstərirəm. Interest behaviors da nədir? Siz bura add interest eləyirsiniz. Add interestdən sonra bura qoyursunuz ki, adamlar nə ilə maraqlanan adamlar sizin qabağınıza, həmin adamların qabağına çıxsın. Appliances eləyə bilərsiniz məsələn. Sports and outdoor eləyə bilərsiniz. Məncə eləməyin, eləməyə mənası yoxdur. Household products eləyə bilərsiniz, amma buradan bunları bir-bir çıxarda bilərsiniz ki, məsələn gəbə eləyək vəbşi. Household-u hamısını boşaldaq. Sonra bir-bir özümüz seçək. Məsələn, kitchen accessories var. Ondan sonra laundry yox. Burada bir dənə bu aiddir mənə. Sonra bunu bağlayıb, bunu düzəldək buradan. Sonra bunu bağlayıb buradakılara bir-bir baxa bilərik. Home appliances var. Appliances-dan hamısından yox, bir dənə home appliances seçə bilərik. Yəni bu şəkildə reklam eləmək mümkündür. Yəni əlavə eləyə bilərik bunları. Sizin məhsulunuzun icazəti nə seçəcəyinizi bilmirəm deyə burada mən öz məhsuluma aid olanları seçdim. Baxın görürsüz auditoriyam necə balacalaşdı. İmeni bu yaş aralığında bunlarla maraqlanan adamları seçdik. 1.605.000 oldu. Biz bunu 3 milyona qədər qaldıra bilərik. Ad behavior nədir? İnsanlar özlərini TikTokda necə aparırlar? Məsələn, videoya axıra qədər watch till the end. Yəni videoya axıra qədər baxan adamların qabağına reklamım çıxsın. Videoları like eləyən adamların qabağına reklamım çıxsın. Videoları komment eləyən adamın qabağına reklamım çıxsın və videonu paylaşan adamlara mənim reklamım qabağına çıxsın deyə bilərsiniz. İndi isə burada ən aşağıda bildirməlisiniz ki, son neçə gündə bunu eləyən adamların qabağına çıxsın. Adam var ki, TikToka girir, bir ay TikToka girmir, 3 gün TikToka girir. Adam var, bir il TikToka girmir, 3 gün girir. Biz ona görə burada bunu qoyuruq ki, son 7 gün içində bu hərəkətləri eləyən adamların qabağına çıxsın. Son 7 gün içində eləyən adamlar deməli aktiv adamlardır ki, onu eləyirsən. Yəni sən istəsən 7 günü yox, 15 gündə qoyub daha da uzada bilərsən vaxtı. Mən 15 gün qoyuram həmişə, çünki olur da indi adam riski girir. Yəni 15 gün qısa, yəni normal bir vaxtda istifadə edə bilərsiniz. Buradan da həmən söhbətdə özləri necə aparırlar, izləyir, profillərə baxır, yəni izləyən adamları qoyursan, yəni adam girir, reklama baxır, izləyir, adam girir, sadəcə profilə baxır. Onları da istəyə bilərsiniz. Buradan sonra hashtaglər əlavə edə bilərsiniz. Hansı hashtaglərə üzərindən daha çox videolara baxan adamların qabağına çıxsın. Məsələn, bura TikTok made me buy it. Məsələn deyirəm, yəni əlavə edə bilərsiniz. TikTok made me buy it normalda hamı kimlər baxır ona, biz sizin və mənim kimi
Shopify ilə məşğul olan, e-ticarətlə məşğul olan adamlar baxır. Yəni o cür hashtaglər yazıb səhvlər eləməyin. Çünki ə, adamlar, yəni sırf müştəri çıxmır o adam qabağına. Məsələn, life hack yaza bilərsiniz. İnsanlar life hack axtarır. Girir ki, hə mən özüm həyatımda bəzi şeyləri asanlaşdıracaq məhsul axtarıram. Life hack hashtaginə baxır. Görür ki, hə, orada qabağına bu cür reklam çıxdı, başlayır onunla davam eləməyə. Yəni oradan oradan məhsul seçir, alır özünə. Device nədir? Device uşaqlar reklam eləyəcəyiniz adamların nə telefon işlətdiyini şey eləyir. Məsələn, deyək ki, iPhone kamerası satırsınız, niyə Android-in qabağına çıxardasınız? Niyə Samsung işlədən adamın qabağına çıxardasınız? Ona görə nə edirik? iPhone kamerası satırıqsa, buradan iOS seçirik. Yəni kimlər ki iPhone işlədir, onlarda deməli iOS-dur. Həmin iOS seçirik ki, iminli olan qabağına çıxsın. Biz amma elə bir şey satırıq ki, bizə Samsung satan da, yəni Android istifadə edənlərin də qabağına çıxa bilər, iOS istifadə edənlərin də qabağına çıxa bilər. Connection type da hansı Wi-Fi ilə? Adamlar evdə olanda Wi-Fi ilə girirlər. Deməli, belə dropshipperlərin arasında belə bir beynində ideya var ki, Wi-Fi ilə giribsə deməli evdədir, rahatdır. Rahatdırsa deməli alış-veriş eləyə bilər. Ona görə Wi-Fi seçirlər. Ya da ki, megabayt seçəndə də yəni adamlar çox girmirlər falan var belə. Bu cür belə ideyalar var. Amma mən o ideyalara inanmıram. Həmişə all eləyirəm. Çünki insanın məsələn mən özüm belə evdə olanda megabayt işlədirəm, yəni daha rahat olsun deyə mənə. Yəni ona görə all eləyə bilərsiniz. Çünki izləyicilərin nə cür istifadə etdiyini bilə bilməzsiniz. Buradan da məsələn bunların telefon nömrələri var. Məsələn AT&T işlədən var. Məsələn SIM kartdır, ZIN kartdır. Ondan sonra nə bilim mobildir. Yəni əgər Amerikanı seçmisinizsə bu cür şeylər qabağınıza çıxır. İstəsəz yəni qoya bilərsiniz ki, məsələn AT&T istifadə edən adamların qabağına çıxsın sırf reklamınız. Yəni o da ola bilər. Heç nə eləməyə ehtiyac yoxdur. Device price, any price. Məsələn adam telefonu neçəyə alıb. Əgər ucuz telefon işlədirsə deməli kasıbdır. Kasıb adamların qabağına çıxardısan. Ya da ki sən satdığın məhsul lap bahalı məhsuldur. Qoyursan ki $2000 bahalı telefon işlədən adamların qabağına çıxsın. Deməli adamlar varlıdır ki, bunlar həmin reklamda qabağına çıxır, adam onu alır. Any price bizim üçün okeydir. Bu targeting expansion'da hamısı biraz data yığandan sonra açacaqsınız. Hələ ki ehtiyac yoxdur deyə hələ ki ona görə bu məlumatlar haqqında bu haqqda məlumat vermirəm ki, çox beyniniz qarışmasın. Gələcəkdə addım-addım hamısını izah eləyəcəm reklamları düzəltdikcə. Sonra isə budget schedule. Siz günlük büdcənizi nə qədər qoyursunuz? Bayaq Shopify-da bunu izah eləmişdim deyə çox uzatmayacağam. Yəni buradan run continuously qoyub davam eləyə bilərsiniz. Qiymətdə dediyim kimi $20 yox, $21 qoya bilərsiniz məsələn. Mən həmişə $25 qoyuram. Nə o yanlıq, nə bu yanlıq. Sonra day parting. Siz videonuzun, reklamınızın daha doğrusu Amerikanların hansı gün aşırında, yəni hansı saatında qabaqlarına çıxmağını istəyirsiniz? Onu onu bildirməlisiniz. All day bütün gün yəni sizin reklamınız efirdə olsun deməkdir. Select specific time isə məsələn qoyursunuz ki, birinci günlər saat 5-dən saat 23:00-a qədər davam eləsin. Bu saatları bir-bir belə doldurmalısınız ki, həmin saatlarda reklamınız görünsün. Məsələn, bazar günü qoya bilərsiniz ki, adamlar gec duracaqlar, adamlar gec yatacaqlar, ofis günü qoyursunuz, 6-cı günlər ofis günü qoyursunuz. Amma işləyən saat günlərdə məsələn fikirləşirsiniz ki, bu adam məsələn 8-dən saat 4-ə 5-ə qədər işləyir, qoy 4-dən sonra evə gələndən sonra reklam qabağına çıxsın. Belə eləməklə reklamın da biraz xərcini, yəni pulunu da xərclədiyiniz pulu azalda bilərsiniz. Çünki hər saata görə, yəni məsələn bu saatlarda reklamınız getmirsə, deməli sizin büdcənizdən də pul çıxmayacaq. Mən yenə deyirəm, piksel yığmayana qədər onu eləməyi də məsləhət görmürəm. Yəni bir müddət baxın ki, həqiqətən bu ölkədə hansı saatdan hansı saata qədər adamlar TikToka baxırlar. Yəni onları biləndən sonra bunları avtomatik olaraq doldura biləcəksiniz. Optimization goal nədir uşaqlar? Bu da conversion lazımdır bizə, klik lazım deyil. Adamlar klik eləməyinə ehtiyac yoxdur. Sadəcə deyir ki, we will show your ad to the people who are the most likely to carry out conversions. Deyir, biz sənin reklamını elə adamlara göstərəcəyik ki, həqiqətən də girib, indiyə qədər TikTokdan nəsə alıblar da, yəni boş, bekar adamlar deyirlər, sadəcə klik eləyənlər. Amma bu da klik eləyənlərdir. Məsələn, qoyursan ki, mən istəyirəm qoy kimlər ki, klik eləyir, onların da qabansın, bəlkə onlar da nə vaxtsa alarlar.
Yəni onu da seçə bilərsiniz. Mən vaxt itirməmək üçün həmişə conversion qoyuram. Sonra bid strateji var. Bid strateji nədir? Sizin büdcənizi hansı strategiyaya görə xərcləməyi sayılır. Məsələn, cost cap qoya bilərsiniz. Ondan sonra buradan həmin o qiyməti yaza bilərsiniz ki, hə bu pulu buna uyğun xərcləsin. Mən lowest cost gedirəm həmişə. Yəni bacardığı qədər, yəni aşağı templə adamların qabağına çıxardıb o cür də xərcləsin deyə. Nəysə, bunlar da elə də önəmli deyil. Haydi eləyək bunları uşaqlar. Sonra da next eləyirik. Next eləyəndən sonra, bunları heç doldurmamışam kimi. Doldurmamışam. Qobları doldurum, sizə göstərə elə. External website bir error verib görə error targeting has bir errors. Buradan elə üstünə basanda göstərir ki, harda problem yaratmısınız. Buradan kategori seçmək lazım. Əgər biz bunun targeti buradan seçiriksə, buradan bir dənə kategori seçmək lazımdır. Lifestyle. Yox, daily life yox. Nə daily life ola bilər? Buradan yaza da bilərsiniz. Məsələn, life. Hacks. Əslində bu da çıxmayacaq. Çünki bu da hazırdır. Belə bir söz də deyim uşaqlar. TikTokda belə bir şey var ki, TikTok hələ ki təzə yaranıb deyə. Gələn insanlar da, gələn userlər də yenidir deyə algoritmanı hələ tam tuta bilməyiblər. Hər şeyi tam dəqiq bilmirlər. Facebookdan eləsəniz, Facebookda hər şeyi, məsələn, qoyursunuz ki, Spider-Man. Adamlar baxırsanız, Spider-Man-i izləyən adamlar qabağa çıxır. Spider-Man-i səhifəsini kimlər ki follow eləyir, kimlər ki nə vaxtsa like eləyib, onlar çıxır qabağına. Çünki Facebook bu qədər adamın datalarını yığıb, amma TikTok hələ ki bu qədər adamdan o qədər data yığa bilməyib deyə. Normalda birinci hamıda məsləhət görürəm ki, heç ümumiyyətlə nəsə target eləməmiş general olaraq paylaşsa daha yaxşı olar. Mən indi bunu general olaraq eləyəcəm. No interest. Buradan qoyduk videomun da adını no interest qoyum. No interest. Sadəcə yaşları düzəltmişəm ki, yəni interesti olmayan adamlar olsun, amma bu yaşda olan adamların arasında olsun. Nəsə next eləyirik, görək keçə bilirikmi? İndi isə qabağımıza bu cür bir səhifə açılır. Bunu silim buradan. Okay. Creative name. Kreativ nədir uşaqlar? Kreativlər video deməkdir. Məsələn, siz neçədən video qoysanız, məsələn deyək ki, 5 dənə videomuz var. Bir dənə ad qrup, bir dənə kampanya yaratdıq, alış kampanyası, bir dənə ad qrup yaratdıq, hansı ki target olaraq oydu. Məsələn, target olaraq qoyduq ki, life hack-nə maraqlanan adamların qabağına çıxsın. Məsələn deyirəm, mən qoymadım elə target, amma məsələn deyək ki, qoymuşuq. 5 dənə də video qoyuruq ki, baxaq görək bu maraq dairəsində olan insanlar bu videoların hansına maraq göstərir ən çox. 5 dənə məsələn video qoya bilərik. Yəni 4 dənə istənilən qədər video qoya bilərik. Siz məsələn mənə atırsınız influencer marketing qayıt ki, 5 dənə video var, amma bilmirəm hansını seçim. Sizcə hansı yaxşıdır? Onu məndən soruşmaq əvəzinə elə TikTokun özündən soruşmaq olar. Gəlirsiniz videoları bura əlavə edirsiniz. Əlavə edəndən sonra da göstərir ki, hansı videodan nə qədər baxış gəlib, nə qədər follow nə idi, nə qədər satış gəlib, nə qədər CTR-ın neçədir, CPM-in neçədir, CPC-nin neçədir. Hamısını göstərir hər videoya aid ayrı-ayrı. Kreativ neyim nədir? İndi bunu da ancaq siz görəcəksiniz. Yəni bir action faucet yaza bilərsiniz. Test 1. Bu identity nədir? Use TikTok account to deliver Spark ads. Yəni sizin əgər TikTokda səhifəniz varsa və bu TikToka bura bağlıdırsa, bunu buradan əlavə basandan sonra baxın burada elə bu Hemmek şeyi, yəni mənim səhifəm, öz səhifəm vardı ya və bura link eləmişəm. Birbaşa elə mənim səhifəm adından gedir reklama. Başa düşdünüz necə? Yəni TikTok özündən paylaşmır da, mənim səhifəmdə olan videonu qabağa çıxardır. Məqsədi o olur. Mən onu istifadə eləmirəm açığı, çünki girən adam baxır görür ki, hə follow-mazdır TikTokda və s. yəni fikrindən daşına bilir. Ona görə belə elə bu formada deyirəm, sadəcə bura şəkil qoymağı unutmayın ki, adınızı da yazmağı unutmayın. Hemerç. Burada öz logonuzu qoymağı unutmayın ki, siz daha
buradan cəlb edici görünə biləsiniz. Add details, single video.